Bismillahirrahmanirrahim. Ve sallallahu ala seyyidina Muhammedin ve alihi tahirin. Ve ma halaktul cinne vel insa illa liya'budun. Allah Müteal Zariyat suresinin 56. ayetinde buyuruyor ki biz cin ve ins tayfasını yaratmadık məgər məni tanımaq üçün. Ayənin cürbəcür təfsirləri var, maraqlı və lazımlı təfsirlərindən də biri budur ki, başqa sahələrdə əvvəl elm gəlir, sonra əməl. Məsələn, bir dənə mühəndis əvvəl oxuyur 5 il, 10 il, oxuyub alim olandan sonra bir dənə binanı başlayır tikməyə. Ya bir həkim oxuyur 5 il, 6 il, bu elmdən sonra başlayır müalicə aparmağa. Yəni, ümumi sahələrdə bu cürdə əvvəl elm gəlir, sonra əməl. Amma ibadət sahələrində bu ayəyə nisbətən fərqlidir. İbadət sahələrində əvvəl ibadət gəlir, sonra elm. Yəni bu cəhətdən ki, insan başlayır namaz qılmağa, oruç tutmağa və əgər o namazı Allahın dediyi kimi qılsa, o namaz ona elm gətirir, o namaz ona agahlıq gətirir, o namaz ona mərifət gətirir. Odur ki, ayənin təfsirində, xüsusən də İmam Hüseyin sallallahu aleyhdən də rivayət vardır ki, burada ilaliyə abidunidən məqsəd bir məqsəddə liyə ərifunidir, yəni Allahı tanımaq. Yəni, həqiqətən də insan elmdən qabaq əməl eləsə, gəlib Allahı tanıyar. Bu, faydası bunun oradadır ki, məsələn, biz əgər həddi buluğa çatandan sonra gözləməməliyik ki, mən hasan tam agahlı tapacam, tam dərk eləyəcəm, ondan sonra başlayacam ibadətə. Bəzən, məsələn, bəzi görürsən də qardaşlar deyirlər ki, mənə hələ çatmır, mən agahlıq tapmamışam, gərək əvvəl, məsələn, dərk eləyəm, sonra ibadət eləyəm. Amma Quran bunun əksini deyir. Quran buyuruyor ki, İlla liya'budun, siz ibadət edilir, o ibadət sizə agahlıq gətirir. Odur ki, qardaşlar, ibadət eləməyə tələsün. Və əgər ibadəti Allahın dediyi kimi, Quran-ı Kərimin dediyi kimi ibadəti eləsək, yəqinən bilin ki, bu agahlıq, istədiyimiz agahlıq da bizim halımıza şamil olacaq. Vəssalamu aleykum və rəhmətullah.